Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve khairun nasirin ve mu'in ve la'netullah ala a'daihim ecma'in. Minel an ila qiyami yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri. Ve hlul uqdeten min lisani yefkahu kavli. Qovulmuş şeytanın şerrinden Allah'a sığınıram. Rəhman Rəhim olan Allahın adı ilə. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanaldan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Cəmiyyət və tarix dərsində 70-ci dərs. Bugün 22 noyabr 2025-ci il, səhifə 25. Mövzu nədir? Tarixdə səbəb amili. Yəni, müəyyən bir səbəblər olur ki, nəticəsində nəticə var. Bilirsiniz də, əqaiddə, fəlsəfədə qanundur. Təsadüf yoxdur. Təsadüf ümumiyyətlə yoxdur. Yəni, yağış boş yerə yağmır. Nəsə var ki, yağış yağır. Məsələn, göyün gürültüsü və s. İllət və məlul deyərlər əqaiddə, fəlsəfədə. Səhv etmirəmsə, determinizm qanunudur kimyada. Bizdə də səbəb və nəticə. Heç bir nəticə səbəbsiz deyil. Nəsə varsa, burada bir səbəb var. O deyirlər, məsələn, od olmayanda tüstü çıxmaz. Belə misal deyirlər. Yəni ki, nəsə var ki, tüstü çıxır da. Nəsə yanır, yanmaq üzrədir bu məsələ. Deyir, bax, tarixdə çoxlu hadisə olub. Düzdür, deyirik ki, hə. Deyir, bu hadisələr olmasaydı, tarix olardı. Hadisələr olmasaydı, tarix olardı. Maraqlı sualdır əslində. Yəni, belə misallar vurum mən. Məsələn, xəstə var ki, həkim var da. Yəni, ehtiyac var. İndi, həkim olması üçün sən sağlam, xəstələnməlisən ki, həkim mən müalicə eləsin. Həkimə görə sən xəstələnməlisən. Belə bir mövzudur, maraqlı mövzudur. Düz biraz qarışıq yazılır, ağır yazılır. İndən əvvəl demişəm də, biraz qarışıq cümlələr var, ağır cümləsi var. Bunu anlayan çox şey anlayır. Həqiqətən kitab çox əla dərsidir, çox superdir. O deyim, həm ixtisas kimi, həm mütəxəssis olmaq üçün çox əladır ya. Həm tarix birliyi, yəni sırf tarix danışmırıq da, filan nağıllar yox. Biz nə eləyirik, tarix nə deməkdir, təhlillər, mənası, forması və s. Tarix üzərinə səbəb və illiyyət. İlliyyət yəni ki, həmin o səbəbdir. De var məlul. Məlul yəni nə? Nəticə. Səbəb və illiyyət amili hakimdir tarixdə. Əgər hakimdirsə, baxın, əvvəl cümlə anlayaq, ardın gedək. Cümləni anlamamış, ardın oxumayın. Yəni, səbəb olur tarix baş verir, ha. Orada cəmaat qırılır, məhv olur, tarixdə filan hadisə başlayır, filan. Orada cəmaata nə günahı var? Onlar məhkumdurlar, hər hansı bir hadisəni yaşasınlar, ta bu düşsün tarixə. Qısa demişkən, tarixin nə günahı var ki burada? Hadisə baş verib deyə, bu yazılı o tarix. Hadisə baş verməsəydi, ümumiyyət, yəni keçmiş hadisə olmasaydı, bu elm olmayacaqdı. Deyirlər ki, onda elmin ehtiyacı var o hadisəyə. Ehtiyac demək, sadəcə olaraq onları bir növ işıqlandırır. Olmuş hadisəni qeyd edir. İndi belə çıxır ki, müxbir gözləyir ki, harası yansın. Versin müsahibə, televizorda veriş hazırlasın. Diş həkimi kimsə dişinin xarab olmasını istəyir. Molla ölü gözləyir. Bu kainatın gedişatıdır. Nə bilim, küçə təmizləyən, montiyor, maşın ustası, parixmakeri, mütəxəssislər hamısı gözləyir ki, cəmaat xəstələnsinlər, problemi olsun deyə mən ona əlac edeyim. Bu olmalıdır. Deməli, əgər hakimdirsə, deməli, hər bir hadisənin baş verməsi qaçılmaz olmuşdur. Sanki biz alın yastayarıq da. Hə, bu hadisə yaşa ki, tarixə mən o yazım. Niyə? Gələ üçün mən başım ağrısın. Sən nə vardı orada sən tarixə adı qeyd edəsən, filan kəs tarixçi alim. Və bir növ tarix üzərində icbar məsələsi hakimlidir. İcbar nədir? Məcburiyyət. Deyirlər, oxumuş əqaiddə.
cəbr deyirlər, fatalizm əqidəsi. Əgər tarixə icbar hakimlik edirsə, bəs insanın azadlığı hanı? Əgər həqiqətən də tarixi hadisələrin baş verməsi icbaridirsə, deməli heç bir fərd məsuliyyət daşımır. Hələ bu falan hadisə olmalı idi. Biri vurdu, biri vuruldu. Onun da günahı yox, buna günahı yox. Çünki tarix yaşamalıdır deyə. Tarix elmi ortaya çıxsın deyə kimsə məsələn üçün zülm görməlidir. Onun haqqına, onun biz haqqın verək, haqqın yoxdur verəsən. Çünki tarix yaşamalı idi. Və kim ki zülm edir, o da sən tənbih eləyə bilmərsən ki, bu zülm etməlidir ki, düşsün adı tarixə də bunun. Yəni belə bir cümlədir burada. Yaxşı mövzudur həqiqətən, ha? Yəni tarix təhlil edir. Var tarix, var təhlil. Oxumuşuq. Var təcrid, var təkmilləşdirmə. Niyələr, nəcürlər, necə oldu, nəcür oldu. Ancaq əgər səbəb və illiyyət amili hakim deyilsə, deməli ümumilik də yoxdur. Və əgər ümumilik, yəni bu hadisə yaşanmırsa, bu tarixdə olmalı deyil. Əgər ümumilik yoxdursa, deməli tarixin də heç bir qanuna uyğun və adəti də yoxdur. O hadisə yoxdursa, tarix də yoxdur. Belə sual çıxır ki, yəni xoruz yoxdur, səhər açılmırdı. Tarix gözləmir ki, sən başa hadisə gəlsin, ta yazsın. Bu elmdir. Bugün alim var, istəmirsən keçmişdə müəyyən hadisə olub olmayıb, onu yazsın. O demir ki, o gözləmir ki, insan var, deməsən, klientin gözləyir, o ünvanda yox. O gözləmir ki, tarixi vərəqləsi, orada müəyyən bir pis hadisə olsun, qeyd eləsin. O ünvanda deyil. O qeyd eləyəndir, nəinki arzu eləyən.